Temudan yeni kargolarım gəlib, birlikdə açaq. Pijamanı elə bildim kəsmişəm, amma kəsməmişəm. Mənə lazımdır, mən belə şeylər bilmirəm. Kargo dediyim belə açılar. İlk öncə sponjlardan başlayıram. Özümə belə dörtlü sponj sifariş eləmişəm. Bunu yayda sifariş eləmişdim və çox bəyənmişdim. Dedim, yenə də alım. Bu pijamanın yolunu çox səbirsizliklə gözləyirdim. Çox şirindir. Ay qızlar, bir dənə bu pijamanın gözəlliyinə baxın. Ay qız, bu nədir? Ay qızlar. Qızlar arxada. Ay qızlar, görün nə qəşəngdir. Qol detayına baxın. Və növbəti pijamam. Bu karqomda deyəsən ancaq pijama almışam. Çox gözəldir. Materialı çox qəşəngdir. Bir dənə buna baxın. Çox qəşəng. Çox gözəldir. Alın. Qızlar orada analiz eləyir. Kameraya görsənmirlər, amma arxada analiz eləyirlər. Növbəti pijamamız. Temuda pijama qoymamışıq. Materialı çox da qəşəng deyil. Materialı bunun va gözəl deyil, amma obrislər mükəmməldir. Makyaj videolarımda bu aksesuarları çox görürsünüz. Saçıma belə vurmaq üçün bunlardandır. Bir dənə də pijamamız var qızlar. Mavi pijamamız. Materialı çox qəşəngdir. Çox qəşəngdir. Qızlar, bir dənə bunun şirinliyinə baxın. Çox gözəl. Və yenə saça taxmaq üçün broşlar və bunlar çox şirindilər. Ürəklidir. Bunların desenləri fərqlidir. Baxın. Mavi saç tacımı yemişdi. Bir dənə də qara saç tacı almışam. Əgər bu saç taclarını belə kobud sevmirsinizsə, bunu ala bilərsiniz. Arkadaşlar. Özümüz orada olmasaq da. Bəli, buradayız. Mən niyə belə bir broş almışam? Çox qəşəng. Başın Və yenə sponj. Saçlarımı düzəltmək üçün bu qədər. Siyə başladı. O qədər alıram, amma heç vaxt istifadə eləmirəm və həmişə də itirirəm. Tuğla gəlsin. Organizer. Həmişə olduğu kimi yenə organizer. Çünki məhsullarım yerləşmir. Buna tem paletlərimi, bulaşlarımı falan yığacam. Çox qəşəngdir. Tulla. Yox. Tuğlamayacaq. Belə dörtlü set almışam. Çox estetik açır. Əslində olar. Bu nə day qız? Ay qız, qırıq deyil. Mərtəbəli olan var ya, odur. Yaxşı. Və bir dənə də organizer. Bayaqkilardan sadəcə başqa cür organizerdir. Ümumiyyətlə, mən ancaq sifariş eləyəndə organizerlər vururam. Və bir dənə də organizer. Bu dəfəki sifarişlərim də bu qədər. Növbəti sifarişlərdə görüşərik. Məni izləməyi unutma.